Rusiya buğdasının ilk partiyası dəmir yolu vasitəsilə Azərbaycanın ərazisindən keçərək Ermənistana çatdırılıb. Turkustanaz məlumat verir ki, bu haqda Ermənistanın İqtisadiyyat naziri Gevorg Papoyan məlumat verib. Nazirin sözlərinə görə, adətən Rusiya buğdası Ermənistana Gürcüstanla sərhəddə yerləşən Yuxarı Lars keçid məntəqəsi vasitəsilə gətirilirdi, ancaq həmin marşrutda növbələr və nəqliyyat problemlər yaşanırdı. Bu dəfə yük Rusiya ərazisindən Azərbaycana, oradan isə Gürcüstana daxil olub və Gürcüstandan Ermənistana çatdırılıb, deyə Papoyan qeyd edib. Nazir qeyd edib ki, yaxın günlərdə Azərbaycandan keçməklə Ermənistana Qazaxıstan buğdasının da partiyası gətiriləcək. Ermənistan kivlərinin məlumatına görə ümumi həcmi 1000 ton olan buğda partiyaları Rusiya və Qazaxıstan mənşəli erməni iş adamı Samvel Aleksanyanın şirkətinə məxsusdur. Rusiya Kənd Təsərrüfatı Nazirliyindən vurğulanıb ki, bu marşrutun inkişafı Cənubi Qafqaz ölkələrinə buğda ixracının artırılması üçün yeni imkanlar yaradır. Nazirliyin məlumatına əsasən Ermənistan ildə təxminən 450-500 min ton taxıl ixal edir və onun demək olar ki, 100% Rusiyadan gəlir. Yeni dəmir yolu marşrutu nəqliyyat xərclərini azaltmaq və tədarükün sabitliyini təmin etmə imkanı yaradır. Rusiya Baş nazirinin muavini Aleksey Overchuk hadisəni Cənubi Qafqazda sülhün bərqərar olunmasına real və hiss olunan töhfə adlandırıb. Azərbaycan Respublikasının Baş nazirinin muavini Şahin Mustafayevə, Ermənistan Respublikasının Baş nazirinin muavini Mıqır Qrigoryana və Gürcüstan hökumətinə bu marşrutun təşkili üzrə konstruktiv əməkdaşlığa görə təşəkkürümü bildirirəm. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə 2026-cı ilin yanvar ayının sonunadək Azərbaycandan keçməklə Ermənistana daha 132 vaqon buğda göndəriləcək.